Salamlar herkese. Bugün sizlere bu makyajı necə edə biləcəyinizi sizə göstərəcəm. Çox asandır. 15-20 dəqiqə ərzində cəmi hazır olur. Həm gündəlik, həm gecə istifadə edə biləcəyiniz. Və sonda da sizə bir sürprizim var. Deməli, belə olmaz. Başlayırıq makyaja. Üz kremimi əvvəlcədən sürtmüşdüm, yəni üzümü nəmləndirmişdim. Saçımı yığıb kirpiklərimi həmişə makyaja başlamadan əvvəl qıvırıram. Bəli, bu fərqə baxın, görürsünüz. Həmişə kirpiklərinizi qıvırırsınız makyaja başlamadan öncə. Bu Kiko markasının Foundation Concealer'ın qarışığıdır. Üzə çox yaxşı oturur. Belə cakey durmur. Perfect oturur, yəni çox təbii görsənir. Əgər bunu sevirsinizsə mütləq sınayın və bunu bir beauty blender ilə qarışdıracağıq. Sadəcə T bölgəmə çəkirəm, görürsünüz. O qədər çox olur ki, üzdə hər yerə yetərli olur onsuz da. Yəni çox belə deyim, problemi dəriniz yoxdursa bu sizə bəs edəcək. Görürsünüz necə oturdu. Bütün açıqlamada yazacağım bütün məhsulları və markalarını. Shiglan markasını təzə keçid etmişəm. Gördüyünüz kimi highlighterını, krem highlighterını istifadə edirəm burada. Bəli, sürprizimi videonun axırına gözləmədən gəldi, amma axırında sizə Lara'nın da hazır versiyasını göstərəcək, geyinmiş versiyasını. Deməli, bu mənim qızım Lara'dır. Məni çoxdandan təqib eləyənlər indi sadəcə biraz şaşıracaq, çünki qızım olduğunu bilmirdilər. Bəli, gəlib burada olmasını görməyə. Makyajıma biraz gözləyirəm. Oy. İndi isə onun atasına geri təhvil verirəm və highlighterımı davam qarışdırıram. Bunu Reels Technique-in fırçaları ilə edirəm. İndi isə burada Shiglam'ın Soft Tan. Bax, çox önəmlidir. Soft Tan rəngi var burada. Bronzeri, onu da Kiko'nun fırçası ilə qarışdırıram. Bütün nömrələri dəqiqliyi ilə adlarını, məhsulların aşağı açıqlamağa yazacağım. Oradan oxuya bilərsiniz və gözümün üstündən belə keçirəm bir dəfə. Bu çox önəmlidir. Bu isə hansı markadır, inanın bilmirəm, adını yazacağım. Bakıdan almışdım. Çox uyğun, münasib qiymətədir və mən bunu çox bəyənirəm. Biraz görürsünüz tam oturmur, amma bunu birazdan düzəldəcəyik. Yenə gözümün üstündən keçirəm. İndi isə Estee Lauder ilə qısaca bir unpacking eləyirik. Sizinlə bu concealer'dır, nömrə 1. Düz göstərim, bəli belə. Bunu gözümün altına və bir də bu hissə. Bax, çox önəmli. Bunu belə çəkin. Sadəcə bu məhsul o qədər keyfiyyətli, o qədər gözəl oturur ki, bir damcı bəs edir. Mən burada fikir verirəm yayanda fırça elə ki, çoxdur. Fırçam bu arada Essence'in hər hansısa bir fırçasıdır. Yayıram, ancaq çox çəkmişəm. Ona görə bir beauty blender yardımı ilə onu biraz da oturdacağım və qaşımın altından da baxın belə keçirəm ki, qəşəng otursun. Görürsünüz, baxın bu allığın altından da keçin, süper olur. Bax, bu püf noktalara diqqət etsəz makyajınız süper olacaq. Bu kiçik detallardır. MAC markasının Fix pudrasını istifadə edirəm. Görürsünüz, canı çıxana kadar kullanmışım Türklər demişkən. Bunu setting eləyirəm gözümün altını. Biraz da əlbəttə ki, allığınızın altından keçə bilərsiniz. Ancaq kremlərin üstündən pudra ilə keçmirik. Yəni mən sevmirəm. Dilara markasını tanıyırsınız. Bəli, onun eyeshadow paletini istifadə eləyəcəm. Belə gözümüzün, baxın, bu uc hissələrini yayırıq. Qorxmayın, bütün göz farları deyirlər herhalde. Onları çəkəndə belə cakey durur. Sonra biz onu qarışdıracağıq. Baxın, əsas bu bölgələrə çəkin ki, biraz dumanlı kimi görsənsin. Amma yenə də həm gündəlik istifadə etdiyimiz üçün dumanlı göz makyajı da olmayacaq. Bayaq pudramızı sürtdüyümüz fırça ilə blender eləyirik burada. Başqa bir fırça ilə gözümüzün altına isə qəhvəyi rəng istifadə edirik. Həmin paletin 2 açıq rəngini istifadə edirəm gözümün iç hissəsinə, highlight bölgəsinə və qaşımın altını biraz aydınlatıram. Ardından qaşlarımı darayacağım və qaş maskarası istifadə edəcəm. Qaşımın həm boşluqlarını doldurmaq üçün, həm də daha səliqəli göstərmək üçün qaşlarımı biraz da sabitləyir. Görürsünüz, qaşlarımda əslində heç bir kraska yoxdur, saçımda da rəng yoxdur, amma bir tık tündür qaşlarım. Ona görə eyni rəng olur və beləcə qaşlarımız biraz açıq olanda soft olur. Normalda qaşlarımı doldurmuram qələmlə, ancaq yenə Essence'in qələmi ilə çox hafif, baxın, görürsünüz, bu boşluqları doldururum. Nəsə məni narahat elədi. İndi isə keçirik eyeliner'a. Bəli. Bununla məncə ayrı bir video çəkməliyəm, amma gözümüzün ucundan, baxın, qısaca belə izah edirəm. Birinci uclarını çəkirik. Əsas nə qədər uzun edirsiniz edin eyeliner'ı. Əsas ucu nazik olmalıdır və içəri doğru qalınlaşır. Bu paletimi soruşmayın hardandır. O vaxtı TK-Maxx'dən almışdım. Onun highlighterını çox bəyəndiyim üçün yenə qaşımın altına və gözümün iç hissəsini istifadə edirəm və maskara çəkirəm. Bunu çox çəkməmişəm çünki bəllidir. Zoeva'nın göz qələmini qəhvəyi rəngdə gözümün içinə çəkin. İnanın, bu gözlərinizi mükəmməl eləyəcək. Hələ ela gözünüz varsa bunu mütləq çəkin. Dodaq qələmi MAC-dəndir. Nömrəsini hamısını aşağı yazacağım. Onunla dodaqlarımı kontrolluyuram. Görürsünüz,
həmişə kənarlardan başlayıb və yuxarı tərəf gəlirik. Bu çox önəmlidir. Onda dodağınızda çox gözəl forma alınacaq və altı da çox asan bir şəkildə, içini də hafifcə doldururam. Çox önəmli. Və indi də həmçinin MAC-in bir dodaq boyasını istifadə edəcəm. Rəngləri hamısı aşağıda yazılıb və tamamlamaq üçün lookumu bir Kiko'nun glossunu da sürtürəm və tamamdır. Saçlarımı heç bəyənmədim çünki heç də vaxtım yox idi. Uşaq da narahat idi. Belə bir görüntü ortaya çıxdı. Görürsünüz? Bəyəndiniz? Bəyəndinizsə aşağı yazınız mənə. Mənə Instagramdan da həmçinin follow ata bilərsiniz. Adımı bura aşağı yazacağım. Ümid edirəm makyajımı bəyəndiniz. Davam belə videolar görmək üçün kanalıma abunə olun. Başqa makyaj videolarım da var səhifəmdə. Və sizə Lara'nın da geyinmiş halını göstərmək istəyirəm. Papağı çox şirin olmayıb mı sizcə? Burada yeməyə gəlib çıxdıq artıq ki, Lara'nı da görürsünüz. Hər yerə bizimlə gəlir və məni yemək istədiyi kimi də gördüyü hər şeyi yeyir. Sağ olun, salamat qalın.